Ey hidayəti axtaran, Allah məni də, səni də elm sahibi etsin. Bil ki, Allah Teala bu kainatı öz varlığını göstərən bir dəlil olaraq yaratdı. Sonra insana ağıl verdi ki, onu tanısın və onun varlığının zəruri olduğu qənaətinə gəlməsi üçün ona rəhbərlik etsin. Nə kişi, nə də ki, dişiliklə vəsf olunan mələkləri yaratdı. Onlar Allaha kamil bir şəkildə ibadət etmək üzrə yaradılmış qullardır. İnsanların öz içlərindən onlara peyğəmbərlər göndərdi ki, qullarını onun əmri ilə doğru yola yönəltsinlər. İnsanlar arasında haqq və vəhy ilə hökm etmələri üçün onlara kitabı və hikməti endirdi. Allah Teala bu dünyanın imtihan, seçim və bəla yeri olduğunu, ardınca hesab və cəza, mükafat və bəxşiş yeri olan axirətin gəldiyini bildirdi. Hər şeyi yaratdı və hər şeyi bir ölçüyə görə təyin etdi. Bu sözlər Allama Şeyx Nidal Əl-Hənəfinin, Allah onu qorusun, Tövhid Risaləsi adlı kitabının müqəddiməsidir. Əgər siz də bu kitabı almaq istəyirsinizsə, şərh bölməsində bunu qeyd edə və yaxud da ki, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.